Elm öyrənmək yolunda əziyyət çəkən insanlardan Allahın xoşu gəlir. Vacib deyil elm alım ki, diplom alım, mənə desinlər filan kəs müəllim. Yox, Allahın xoşu gəlir. Allahın o qədər xoşu gəlir alimdən ki, deyir, alimin qapısına baxmaq ibadətdir. Qapısına, evinin qapısına baxmaq ibadətdir. Məqsəd nədir? Məqsəd Allahın sevgisi deyil, mömin üçün. Belədir, mən də deyirəm ki, Allahın bekar adamdan xoşu gəlmir. Allahın tənbəl adamdan xoşu gəlmir. İndi məcburdur, bekar qalıb heç yox, onu bilirik, onu vurğulamağa ehtiyac yoxdur. Hətta mən onlara da demişəm ki, məsələn, bir kiçik qardaşınız kimi gənclərə demişəm, iş tapmırsan, özü bir işlə məşğul elə. Bu bəzilərinə qəribə gəlib, demişəm, get pulsuz işdə nə hardasa. Allah görsün, çalışırsan, bir qapı açsın, oturma, nəsə gözləmə. Hətta dur, yaşadığın həyəti təmizlər, küçəyə bir ağac ək. Misal üçün deyirəm, bunlar indi.